Biz Allahın lütf sözlərini eşidəndə və müjdəni təbliğ edərkən tikanların sıx döydüyü və dolaşıq olduğu şumlanmamış yerə toxum səpməməliyik. 가시덤불이 수도 없이 이리저리 얽히고 설켜 있는 이러한 가운데서 씨를 뿌리거나 절대 파종하지 말라고 했습니다. Daim bərkiyən ürəyimizi becərməliyik. Sadəcə biz onu şumlamalıyıq. Yalnız ürəyimiz yaxşı torpaq kimi gözəlləşəndə 30, 60, hətta 100 qat gözəl bəhrə verə bilərik. Gəlin Matta 9-cu fəsil 18-ci ayə birlikdə baxaq. Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və ona səcdə qılaraq dedi, qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan yaşayacaq. İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. Həmin vaxt 12 il qanaxma xəstəliyinə tutulan bir qadın İsa'nın arxasından gəlib onun paltarının ətəyinə toxundu. Çünki öz-özünə deyirdi, heç olmasa paltarına toxunsam sağalaram. İsa da dönüb onu görərək dedi, cəsarətli ol, qızım, imanın səni xilas etdi. Qadın o saat sağaldı. İsa'nın zamanında insanların çoxu onu adi bir dülgər oğlu hesab edir və aşağı statuslu adi bir insan kimi görürdülər. Ancaq bu qadın ürəyində İsa'nın hər şeyi edə biləcəyinə möhkəm inanırdı və düşünürdü. Əgər yalnız onun paltarına toxunsam, sağalacağam. Hər kəs zahirən insan kimi eyni görünsə də, görünməz dünyada hər birinin iman səviyyəsi fərqli idi. Onun paltarına sakitcə toxunan qadının ürəyini bilən İsa dedi, qadın, imanın səni sağaltdı. Hamımız İsa'nın paltarına toxunan qadının ürəyi kimi ürəyə sahib olanda 100 qat, hətta 1000 qat gözəl bəhrə verə bilməyəcəyikmi? Bunu yaxşı torpağa düşmüş toxum kimi görmək olar. 23-cü ayəyə davam edək. İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü və dedi, çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb. Onlar İsa'ya güldülər. Amma cəmaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu, qız da ayağa qalxdı. Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İsa oradan keçərkən 2 kor adam onun ardınca gələrək qışqırırdı, ey Davud oğlu, bizə rəhm elə. Evə girdikdə korlar onun yanına gəldilər. İsa onlara dedi, bunu etməyə qadir olduğuma inanırsınızmı? Kor adamlar ona dedilər, bəli, ya Rəbb. O zaman İsa onların gözlərinə toxunaraq dedi, sizə imanınıza görə olsun. Onların gözləri açıldı. Bu insanların ürəyi həqiqətən münbit torpaq kimidir. Hər kəs eyni hərəkət edə bilər, amma vacib məqam budur. Onlar hansı düşüncə ilə belə hərəkət ediblər? Bu ayədə 2 kor adam lütfən gözümüzü aç, deyə qışqırdı. Hər kəs belə qışqıra bilər, amma diqqət yetirməli olduğumuz şey onların imanı və qəlbidir. Onların ürəklərində heç bir şübhə yox idi. Onların Məsihə olan imanlarında heç bir pozğunluq və ya yanlışlıq yox idi. Buna görə də İsa imanınıza görə sizə olsun dedikdə onların gözləri açıldı. Bundan sonra bizim də belə ürəklərimiz olmalıdır, cavab verilən ürəklər. Ümid edirəm ki, mən də, sən də ürəyimizdəki tikanlardan qurtulub. Ürəyimizi yaxşı torpaq kimi gözəlləşdirə bilək ki, 100 qat, 1000 qat gözəl bəhrə verək.